Yeşaya 42-ci fəsil. Rəbbin qulu. Budur, mənim saxladığım, seçdiyim qulum. Könlüm ondan razıdır. Mən öz ruhumu onun üzərinə qoymuşam. O millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq. Küçələrdə heç kim onun səsini eşitməyəcək. Əzilmiş qamışı qırmayacaq. Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək. Uzaq diyarlar onun qanununa etibar eləyəcək. Göyləri yaradıb onları sərən, yeri və onun üzərindəkiləri düzəldən, dünyadakı adamlara nəfəs verən, yer üzündə gəzən insanlara ruh verən Rəbb, Allah belə deyir. Mən Rəbb salihliyimlə səni çağırdım. Səni əlindən tutacağam, səni qoruyacağam. Səni xalqım üçün əhd eləyəcəyəm, millətlərə nur eləyəcəyəm ki, körlərin gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad eləyəsən. Mən Rəbbəm, adım budur, öz izzətimi heç kimə vermərəm, həmdlərimi bütlərə bəxş eləmərəm. Budur, əvvəlki işlər həyata keçdi. İndi mən təzə işləri bəyan eləyirəm. Onlar yetişməmişdən əvvəl sizi xəbərdar eləyirəm. Şükür ilahisi. Ey dəniz səyyahları, dənizdəki canlılar, uzaq diyarlar və orada yaşayanlar, Rəbbə yeni ilahi oxuyun. Dünyanın ən ucqar yerlərindən ona həmdlər gətirin. Qoy səhra və oradakı şəhərlər, Gedar xalqı yaşayan kəndlər səsini ucatsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin. Dağların zirvəsindən qışqırsın. Hamı Rəbbi izzətləndirsin, uzaq diyarlar da ona həmd eləsin. Rəbb cəsur igid kimi çıxacaq, cəngavər kimi qeyrətə gələcək, çığırıb döyüş nərəsi çəkəcək, düşmənlərinə öz qüdrətini göstərəcək. Rəbb öz xalqına kömək eləməyi vəd verir. Rəbb deyir, xeyli vaxtdır ki dinmirəm, susuram, səbr eləyirəm. İndi isə doğuş ağrısı çəkən qadın kimi qışqıracağam, tənginəfəs olub zarıyacağam. Dağları, təpələri dağıdacağam, bütün yaşıllıqlarını qurudacağam. Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam. Körləri tanımadıqları yolla aparacağam, onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, kələkötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün eləyəcəyəm, onları tərk eləməyəcəyəm. Oyma bütlərə güvənənlər, tökmə bütlərə siz Allahlarımız deyənlər geri qaytarılıb utandırılacaq. Kör və kar İsrail. Ey karlar, eşidin. Ey körlar, baxın, görün. Qulum qədər kör olan varmı? Göndərdiyim qasir qədər kar olan varmı? Özünü mənə həss eləyən, Rəbbin qulu qədər kör olan varmı? Siz çox şey gördünüz, amma nəzərə almadınız. Qulaqlarınız açıq idi, amma eşitmədiniz. Rəbb öz salihliyi naminə qanununu ucaldıb izzətləndirməkdən xoşlandı. Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qutaranları yoxdur. Onları qarət eləyirlər, geri qaytarın deyən yoxdur. Sizdən kim buna qulaq asacaq, gələcəkdə kim diqqətlə dinləyəcək? Yaqub nəslini, İsraili soyğunçular əlinə kim qarət edilmək üçün təslim elədi? Məyər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar onun yolları ilə getmək istəmədi, qanununa qulaq asmadı. Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, amma onlar anlamadılar. Onları yandırdı, amma ona ciddi fikir vermədilər.